Hər birinizi salamlayıram. Bugün mən sizlərlə Elsəvər Vəliyevin 4-cü sinifindən LGS 10 riyaziyyat hissəsini paylaşacağım. Deməli, birinci sualda bizə deyir ki, Zaminin 5 il əvvəl 12 yaşı var idi. Səmanın isə 7 il sonra 16 yaşı olacaq. Hal-hazırda onların yaşları cəmi neçədir? İlk öncə biz burada indiki yaşlarını tapmalıyıq. İndiki yaşlarını tapmaq üçün İndiki yaşlarını tapmaq üçün nə edirik? Deməli, bu zamindir, düzdürmü? 5 il əvvəl 12 yaşı var idisə, hal-hazırda onun 17 yaşı var. Çünki 5 il əvvəl 12 idi. İndiki zaman üçün 5 il keçmiş olacaq. Səmanın isə 7 il sonra 16 yaşı olacaqsa, hal-hazırda 9 yaşı var. Və bizdən soruşur ki, hal-hazırda onların yaşları cəmi neçədir? 17-nin üstə 29, 17-nin üstə 9 gələndə eləyəcək 26 C bəndi. İkinci sualda deyir, birinci rəfdə 46. İkinci rəfdə birinci, birinci rəfdə, bu tip sualları həmişə yazaraq həll edin. Birinci rəfdə 46. İkinci rəfdə, birinci rəfdən 2-nin yarısından 3 kitab çox. 46'nın yarısı eləyəcək 23. 23'ün üzərində də 3 gələndə eləyəcək 26. Üçüncü rəfdə isə birinci və ikinci rəfdəkinin cəminin yarısından. 26 ilə 46'nın üzərinə deməli. Qələm götürüm. 26 ilə 46'nı toplayırıq. Birinci və ikincinin cəmi. Eləcək 12, 6, 72 yarısından. 36'dan 3 vahid çox, 3 ədəd çox, 39. Üçüncü eləyəcək 39. Və deyir ki, 3 rəfdə cəmi neçə kitab var? Deməli, 26, 46, 72, 39 da gələndə eləyəcək 111 kitab var. Bu şəkildə bunlar hesablanır. Baxmayaraq ki, 4-cü sinifdir, yəni lisey suallardır, amma ki, asandır. Deyir, rəqəmləri müxtəlif ən böyük 6 rəqəmli tək ədədin cüt rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi tək rəqəmlərinin mərtəbə qiymətlərinin cəmindən nə qədər azdır? İndi rəqəmləri müxtəlif ən böyük 6 rəqəmli tək ədəd, rəqəmləri müxtəlifdirsə 9, 8, 7, 6, 2, 4, 5 və 3'dür. Düzdürmü? Rəqəmləri müxtəlif ən böyük 6 rəqəmli ədəddir bu. 6 rəqəmli tək ədəddir. Cüt rəqəmlərin mərtəbə qiymətləri, cüt rəqəmləri 600, 80 min, 80 min 600. Düzdürmü? Başqa cüt ədəd yoxdur ki, yox. Tək rəqəmlərin mərtəbə qiymətlərinin cəmindən. Deməli, 900 min, 900 min, 7 min, 7 min, 53. Tək rəqəmlərdir də. Tək rəqəmlərin mərtəbə vahidləridir. Eləcə 3, 5, 0, 7, 0, 9. Nə deyir burada? Mərtəbə qiymətlərinin cəmindən nə qədər azdır? 8, 6, 6, 5. 8, 80.600. Və bizə nəyi soruşur burada? Deməli, nəyimizsə səhv yazdıq. Bir də oxuyaq misalımızı. Bizim LGS olmuş. 80, 100, 907 min. Hətta 900 min. Burada 80 mindir. Deməli, burada düz yazmışıq. 907 min 53 ədədindən 80 min 600 ədədini çıxırıq. Bu da qalacaq 3, 5, 4, 6, 2, 8. 82 min 64, 53. Bax bu. 826.453. Bu şəkildə bir cavabımız alınacaq. B variantı. İlk öncə bunları silim. Bizə maneçiyi törətməsin. Gəldik 4-cü suala. Yeni il şənliyində uşaqlar üçün hədiyyələr hazırlandı. Şokoladların yarısı ilə kiçik yaşlı uşaqlar hər bir torbaya 30 qram şokolad qoyularaq 40 hədiyyə paketi hazırlandı. Baxın, bu tip məsələləri ümumiyyətlə bəzən cümlə böyük cümlə olur və nöqtəsinə çatana kimi cümlənin başlığı uşağın yadından çıxır.
cümlə, məsələn, məsələni oxuyub bitirəndən sonra soruşursan ki, məsələdə bizdən nə soruşulur? Görürsən ki, tam olaraq dərk eləməyib. Bu tip məsələlərdə nə edin? Hissə-hissə oxuyun və oxuduqlarınızı qeyd edin. Deməli, bu məsələdə bizə nə deyir? İlk öncə deyir ki, yeni il şənliyində uşaqlar üçün hədiyyələr hazırlandı. Şokoladların yarısı ilə kiçik yaşlı uşaqlar üçün hər bir torbaya 30 qram şokolad qoyularaq 80 hədiyyə paketi hazırlandı. Qalan şokoladlar ilə böyüklər üçün hər paketdə eyni miqdarda olmaqla 40 hədiyyə paketinə qoyuldu. Böyüklər üçün bir hədiyyə paketində neçə qram şokolad oldu? Biz bunu neyinirik? İlk öncə biz 80-i vururuq 30-a ki, bir hədiyyə paketində nə qədər, neçə qram şokolad var? Eləyəcək 2400, yəni 24 qram, düzdürmü? Və bizə nə deyir? Bu deyir ki, qalan şokoladı 2400 qram şokolad varsa, bu ümumi şokoladın yarısıdırsa 2400. Üstə qədər 2400, deməli bizim 44800 qram nəyimiz var? Şokoladımız var. Və deyir ki, qalan şokoladlar 4800-dən 2400 çıxanda yenə 2400 qalır. Yenə 2400-ü deyir, hərəsində 40 hədiyyə paketinə qoymaqla cəmi neçə 40 hədiyyə paketinə qoyuldu və böyüklər üçün bir hədiyyə paketinə neçə qram şokolad düşdü? 2400-ü də 40-a bölürük, 60 qram şokolad düşəcəkdir. Qeyd elədinizsə bunları silirəm. Videonu təkrar izləyə bilərsiniz. Bizə maneəçilik törətməsin. 5-ci sualda. 5-ci sualda deyir 6 dənə 10 minlik, 5 dənə minlik, 2 dənə 100-lük, 1 dənə təklik olan ədədi seçin. Bu təbii ki, ədədin mərtəbə qiymətlərinə ayrılmasıdır və bizə verilən ədədi asanlıqla biz seçə bilərik. Bu arada bizim onlayn dərslərimiz var. Bu kitabın izah qrupu var. İstəsəz Telegram kanalından həmin qruplarımıza qoşula bilərsiniz. Məntiq dərslərimiz, məntiq riyaziyyat dərslərimiz liseylər üçün 50 manat nəzərdə tutulub. Hər iki fən bir yerdə. Ona görə də maraqlananlar bizlərə müraciət edə bilərlər. Dərslərimiz həftədə 4 dəfə 90 dəqiqə olmaqla keçirilir. Deməli, 6-cı sualda deyir ki, elektronik əşyalar mağazasında televizorların etiket qiymətləri aşağıdakılardır. Bu qiymətlər yüzlüklərə qədər yuvarlaqlaşdırılarsa, aşağıdakılardan hansının qiyməti digərlərindən fərqli olur? Aha. İlk öncə baxsaq biz burada nə yazırıq? Deməli, 11153-ü nəyə qədər yuvarlaqlaşdırırıq? 100-lüyə qədər yuvarlaqlaşdırsaq, 5 biri dəyişdiyinə görə eləyəcək 1200. 1106-yı 100-lüyə qədər yuvarlaqlaşdırsaq, 0 biri dəyişmədiyinə görə eləyəcək 1100. Eləyəcək 1100. 1149-u 100-lüyə qədər yuvarlaqlaşdıranda eləyəcək 1100. 1093'ü 100'lüyə qədər yuvarlaqlaşdıranda eləyəcək 1100. Və burada fərqli olan birincidir. 1153'ü 100'lüyə qədər yuvarlaqlaşdıranda 1200 alınmışdı. Fərqli olanımız A variantıdır. Bu bizim yuvarlaqlaşdırma mövzusudur. Hansı ki biz bunu artıq 3-cü sinifdən keçirik. 7-ci sual. Vurma əməlinə aid bir misalda vuruqlardan biri 4 dəfə artmışdır. Hasilin eyni olması üçün ikinci vuruq necə dəyişməlidir? Baxın, vuruqlardan biri 4 dəfə artırsa, digər vuruq hasilin yerində qalması üçün digər vuruq da 4 dəfə azalmalıdır. Əgər hər ikisini 4 dəfə artırmış olsaz, onda bizim hasilimiz 16 dəfə artmış olacaq. Vuruqlarda biri 4 dəfə artanda digər 4 dəfə azalmalıdır ki, bizim hasilimiz dəyişməz qalsın. Ona görə cavabımız olacaq B variantı. 8-ci sualda ulduzun yerinə, üçbucağın yerinə hansı ədəd olmalıdır? İndi gəlin baxaq da burada. Məsələn, hesablasaq. 3 dəfə 18 54. 24 də gələndə eləyəcək 78. İndi üçbucaq vuraq 6, çıxaq 12 bərabərdir 78-dirsə, üçbucaq vurulsun 6 bərabərdir 90-a. Üçbucaq da bərabərdir 15-ə. C bəndi. Bu şəkildə rahat bir tənlik formasına gətirirsən və üçbucağımızı tapırsan. 9-cu sual.
9-cu sualda deyir ki, hər bir özündən bir əvvəlki ədəddən 50 vahid böyük olan 3 natural ədədin cəmi. Mən birinciyə x deyirəm. İkinciyə x plus 50 deyirəm. Üçüncüyə x plus 100 deyirəm. Düzdürmü? 3x plus 150 bərabərdir 600-dürsə, 3x bərabərdir 600-dən 150 çıxanda 450 qalacaq. X-imiz 150-dir. X-imiz 150-dirsə, ən böyüyü 150-nin üzərinə 100 gəlirik, eləyəcək 250 C variantı. Növbəti 10-cu sualımız. Ambardakı 6 böyük qutunun hər birində 1000 qələm var. 8, bax bura yazıram böyük qutu. Mən bu qələmlərin qara ilə yazaq görə. Aha, böyük qutu. Gözü yormayan bir qələm istəyirəm. Yəni siz baxanda yorulursunuzmu? Necə olur bilmirəm, amma yazanda dəhşət yorucudur bəzi rənglər. Deməli böyük qutu 6 böyük qutunun hər birində 1000 qələm varsa, böyük qutuda ümumiyyətlə 6 vuraq 1000, 6000 qələm var. Orta ölçülü qutuda 8 orta ölçülü qutunun hər birində 100 qələm varsa, orta ölçülüdə 800 qələm var. Və deyir ki, 9 kiçik ölçülü qutunun hər birində 10 qələm varsa, ümumilikdə 90 qələm var. Bu qutularda cəmi neçə qələm var? 6890 D variantı. Sadəcə toplayırıq və bizə verilən məlumatları düzgün yazmaqda kifayətdir. 11-ci sualda azalanı 75 vahid artırdılar. Bu tip misallarda yazın həmişə. Azalan, çıxılan, fərq. Azalanı 75 vahid artırıblarsa, x plus 75. Fərqin 25 vahid azalması üçün, x minus 25 vahid azalması üçün biz burada nə etməliyik? 25 vahid azalması üçün burada biz 25 vahid azalması üçün biz çıxılanı 100 vahid nə etməliyik? Artırmalıyıq. Olur çıxaq x plus 100. Bu da çıxaq olduğuna görə olacaq x plus 75 çıxılsın x minus 100. Düzdürmü? X-lar gedəcək. 100-dən 75 çıxanda mənfi 25 qalacaq. 25 vahid azalması üçün çıxılanı 100 vahid artırmaq lazımdır. Yox, əgər çıxılanı 100 vahid azaltsaq nə edirdik? Burada çıxaq olardı və qarşıdakı çıxağa əsasən bu üstə qədər olacaqdı. Olacaqdı bu 175. Yəni azalan neyinirdi? Azalan yəni 175 vahid. Fərq 175 vahid artırdı. Sonra 12-ci. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 5300 alınan ən böyük ədədin rəqəmləri cəmi tapın. Ən böyük ədəd 5298.7-dir. 5300 alınsın deyə 2-yi saxladım ki 3-ə çevirək və ən böyük ədəd deyirsə 987 götürdüm. Rəqəmləri cəmin deyirsə 7, 16, 24, 31. Bu şəkildədir. 30. 7 30 verir. Ən böyüklərdən rəqəmləri cəmini tapın. Yuvarlaqlaşdırdıqda 7 7-dən 9 gələndə 16, 16-dan 8 gələndə 24, 31 edir bu cəm. Bəlkə burada 6 yazaq. Və yaxud da 5, 3, 4, 9, 8, 7, 8, 12, 20, 29. Cavabımız 30'dur. Bu şəkildə hesab. Aha, yuvarlaqlaşdırmanın bəli 5300 alınan ən böyük ədədin rəqəmləri 999 götürsək 27, 7, 34. Burada 6 götürürük. Bəli, 7 yox 6 götürürük ki bizim cavabımız düz olsun. $52.987.
D9 hesabı aldım. Sonra 13-cü testimizə baxaq. 13-cü testimizdə bizə nə deyir? 13-cü testimizdə deyir ki, aşağıdakilərdən hansı doğrudur? Baxın, 250 sm, 17 desimetr, 420 sm eləməsi düzdür. 1400 mm, 2600 mm, 4 metrdə düzdür. Yəni 1 metrin uzunluq vahidlərini bilməliyik. 1 metr neçə desimetrdir, neçə santimetrdir, neçə millimetrdir hamısını qeyd edəcəyik. Sonra 3-cü düzdür, 4-cü düzdür, 5-ci düzdür, amma 6-cı səhvdir. Ona görə burada 5 dənəsi doğru olur, D variantı. 14-cü sualda tənlikdir. İlk öncə 76 çıxılsın. Gəlin bu tənliyi belə həll edək. Bu tip tənliklərdə mötərizənin içərisini saxlayırsan, x plus 20 bərabərdir. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırsan. 76-dan 32 çıxanda qalacaq 44. X bərabərdir 24-ə. 44-dən 20 çıxırsan. 24-dürsə 110 çıxılsın. 24-ün üstünə 18 gələndə eləyəcək 32. 3 yadda, 1 yadda. 3, 4, 42. 110'dan çıxırsan 42. 110 çıxılsın 42. 110'dan da 42 çıxanda 8, 68. C bəndi. 15-ci sual. Deyir ki, avtobus yolun 180 kilometrini qət etmişdir. Bu qalan yolun 5'te 3 hissəsi qədərdir. İndi ilk öncə bizdən soruşur ki, qalan yolun 5'te 3 hissəsi qədərdir. 5'te 3 hissəsi 180 olan ədədi tapmaq üçün 180'i 5'te 3'e bölürük. Yəni belə yazaq. 180'i 5'te 3'e bölürüksə 180'i vururam. 180'i vururam. Sürət və məxrəcin yeni dəyişəndə 3'də 5'e. Bərabər eləyəcək 1, 60, 300. Düzdürmü? Qalan yolumuz nə qədərdir? Qalan yolumuz bax gedilən yol, qalan yol. Qalan yolumuz 300'dürsə, gedilən yolda 180 isə bunların cəmi 480 eləyəcək. Ümid edirəm 15 dənə sualın içərisindən başa düşmədiyin sual olmadı. Ümid edirəm 15 dənə sualın içərisində başa düşmədiyin sual olmadı. Əgər hər hansı bir sual başa düşməsəz qrupumuza da yaza bilərsiniz, yorumlarda qeyd edə bilərsiniz. Biz sizə həmin sualı sevə-sevə izah edərik. Nəqəsə olur riyazi məntiq hissəsində görüşənədək.